Sürücülərimizin hamısını bir cərgəyə çəkmək də düz deyil. Mədənisi də var, qeyri-mədənisi də var. Eləsi var ki, bir-birinə də dayanır, yol verir ki, hə buyur keç. Eləsi var, yaşlı qadın heç keçid deyil, amma yaşlı qadın keçir, ona yol verilir. Gözləyirlər, saxlayırlar ki, o yaşlı qadın ya balaca uşaq mütləq keçsin. Belə şeylər vardı. Amma qeyri-tərbiyəlisi doludur, o da var. Eləsi var ki, elə maşın yanından elə gəlir ki, sürətlə keçir ki, maşını siyirir aparır. Belə şeylər vardı. Ona görə tərbiyə hər yerdə lazımdır. Tərbiyə, o məlumat hər yerdə lazımdır. Tərbiyə də erkən elə əsas həmişə evin eşiyindən, evdən çıxır. O balaca vaxtından, gözünü açandan o nə tərbiyə görürsə, o sonraki addımlar o tərbiyə ilə gedir. Elə adi maşında oturmaqla da tərbiyə ondandır. O məlumatı alır. O başa düşür. Ya valideynindən soruşur ki, bax belə yolu getsəm, tutaq ki, hələ körpü olarkən. Soruşur ki, bu yolu bu qaydada getsəm mən, necə olar? Mən buranı keçməliyəmmi? İcazəm vardımı? Sonra isə biraz böyüdükcə, bu qayda qanunları örgənə, bu əlbəttə ki, qayda qanunu yerinə yetirəcək. Amma eləsi var ki, daha iri, üzr istəyirəm, daha nə boyda adamdır. Birinci dəfə gəlir maşınına oturur, birinci dəfə yox, daha oturubdu maşınına. Amma elə sürür ki, ağına bozuna baxmır, belə şeylər də var. Qəzalar baş verir. Necə düşünürsünüz? Sizcə bu qəzaların bu qədər çox baş verməsində sürücülər günahkardır, yoxsa piyadalar? Belə günah piyadada da olur, günah sürücüdə də olur. Bir tərəfdən də bu maşınların texniki zəifliyində də olur. Elə olur ki, indi vəziyyət baxmayın da, indi biraz çətindir, hamının cibi eyni deyil. Bu deyir, hə yaxşı, bir gün aparıb maşını düzəltdirərəm, sabah aparıb düzəltdirərəm, amma naxələf maşınla sürür gedir. Tutaq ki, maşınını yolda saxlaya da bilmir, gedir çıxır birinin üstünə ya hansısa divara. Belə şeylər olur. Ona görə hər cür şəkildə, hər formada narahatlıqlar olur. Sürücülərin mədəniyyətindən razısınızmı? Xeyr. Hər bir sürücü özünə, vətəndaşlara hörmət etməlidir. Yol hərəkət qaydalarına diqqət etməlidir. Əsasən də bir yoldan keçərkən vətəndaşlara hörmətlə yanaşmalıdır. Son dövrlər qəzaların sayı artıb. Sizcə buna səbəb sürücülərdir, yoxsa piyadalar? Mən elə düşünürəm ki, heç vaxt bir tərəfdə günah olmur, hər iki tərəfdə günah olur. Bir tərəfdən sürücü günahkardır, bir tərəfdən də vətəndaş. Çünki sərnişin, daha doğrusu vətəndaş yol hərəkət qaydalarını bilməlidir, sürücü də diqqət eləməlidir. Sürücü diqqət etsə, yol hərəkət qaydaları qəzası baş verməz. Onun razısız deyəndə ki, indi hamını bir arşınla üstmək olmaz. Bəli, bizdə mədəni sürücülər də çoxdur. Eyni zamanda yəni özünü pis aparan da mədəniyyətsiz demək biraz çətin olur. Yəni sürücü cəhətdə mədəniyyətsizlər də çoxdur. Bunlar yəni ölçü biçib, yəni hansısa bir dənə cədvəl düzəldib bir yerə çıxartmışsa çətin məsələdir. Ona görə bu barədə mən dəqiq deyə bilmərəm ki, mədəniyyətsiz sürücü çoxdur və ya da mədəni sürücü çoxdur. Hal-hazırda elə hər şəhərdə görünən bu tıkançılardan gediş gəlsin görünür ki, yəni hər cürə sürücü var da, yəni mədəniyyətlici də mədəniyyətsizlər. Onların hamısını bəzən görsən tıkançılar elə yaranır ki, adi elə mədəni sürücü də oradan özünü elə bir vəziyyətə gətirir, əsəbləşir, özü hövsələrdən çıxır. Elə onu kənardan baxın deyə bu nə mədəniyyətsiz sürücü. Həddinə əslinə baxanda doğrudan da mədəni sürücüyüm. Yoxsa onu yol şəraiti, vəziyyət, tıkançılar elə gətirir ki, özünü artıq apara bilmir. Ona görə bu barədə çox çətin məsələdir. Deyirəm də, indiyə qədərlə ekspertlər də görsən o barədə kimi günahlandıra bilmir ki, sürücünün mədəniyyətsizliyi ya aransa bir piyadanın günahı var bu işdə gedəndə piyada mədəniyyətsizliyi və yaxud da günahkardır. Bu məsələləri araşdırmaq tək bizdə yox, dünyada da çətinlik var belə. Mən özüm xarici dövlətdə də çox işləmişəm, yaşamışam, görmüşəm. Onlara baxmış bəli bizdə
Çox. Son dövrlər qəzaların sayı artıb şəhərdə bilirsiniz. Sizcə buna səbəb sürücülərdir yoxsa piyadalar? Burada hər iki tərəfin günahlandırmaq olar. Orada əslən qanunlarla gələk. Uyğunlaşdırasan da piyada keçidin üstünə var görsən piyada keçir öz yolunu keçir ancaq sürücü heç ona məhəl qoymayaraq gəlib keçirir saxlamaq istəmir. Dayanır elə sürücü yolu addım keçməmiş ya qarşısından ya arxasından keçir. Burada demək olar ki sürücünün günahı çox. Bəzən də görsən bax adilə buranı götür. Hər 50 metrdən bir ya piyada keçididir və ya da hər hansı bir işıq fordu. Piyada o kişinin arasında məcbur oran keçir. Orada sürücü neynəsin? Burada da piyadanın günahıdır. Bunlar hər insan gələ öz düşüncəsi ilə fikirləşməli ki, yəni bunu eləmək düzgün deyil. Öz həyatı risk atırsan da. Və onunla da bərabər sürücünü günahlandırırsan ki, sürücü gəldi, yol vermədi mən keçməyə. Və yaxud da elə sürücü deyirsən səriştəsiz və yaxud da tələskən olur, yol keçir, piyadaya yolu verməyir. Yəni bunu ümumiləşdirmək olmaz. Bəziləri yaxşıdır, bəziləri pisdir. Amma şəhərdə gərək hamı yaxşı ola ki, hər şey düz gedə. Bir nəfər səhv eləyəndə o düzlər də başlayır onun arxasınca məcburən səhv eləməyə. Yəni Azərbaycanda açığı o sürücü mədəniyyəti yüksək səviyyədə deyil. Yəni hər kəs tələsir. İndi mən başa düşürəm insanların biraz problemləri də var. Amma buna baxmayaraq o tələsdikcə deyir təndirə düşərsən. Tələsdikcə vəziyyəti daha da korlayırlar. Ümumiyyətlə o sürücü mədəniyyəti yaxşı şeydir. Hər kəsdə olsa daha gözəl olur. Azərbaycanda əslində bəli, qonşu ölkələrə baxanda və bir də bizim ekologiyaya baxanda baxmayaraq ki, rayonlardan bura axın var. Hal-hazırda düzü tıxaclar gün-gündən artır. Amma bizdəki piyada və sürücü mədəniyyəti hələ də qorunub saxlanır. Çünki nə vaxtsa biz piyada keçinə yaxınlaşanda bütün maşınlar həldə durur. Baxmayaraq ki, qonşu ölkələrə gedəndə çox çətindir. Hətta orada işıqfor yansa belə olan yol verməsi əslində gec olur. Bu qəzalar ümumiyyətlə bir qanun kimidir, ekonomiyanın qanunu kimidir. Burada əslində nə sürücünü günahlandıra bilər, nə piyadanı. Amma ümumilikdə iki tərəfdə də məsuliyyət olmalıdır. Onların mədəniyyətindən, piyadalara güzəştindən, ümumiyyətlə yoldan keçən insanlara güzəştindən mən öz adımdan deyirəm, çox razıyam. Çox güzəştlər eləyirlər. Bəzən qırmızı işıqda yol nəqliyyatın olduğu halda piyada vurub keçir. O gəlir məcburən saxlayır nəqliyyatın baxmayaraq yolunu da kəsir, saxlayır, o keçsin onunla. Yəni qəzanı ötüşdürür. Bu tez-tez baş verir. Ona görə mən öz adımdan deyirəm, razıyam. Bəs son dövrlər qəzaların sayı artıb. Sizcə bu qəzalara səbəb sürücülərdir yoxsa piyadalardır? Bu bir amil ilə bunu demək olmaz. Bir çox səbəblər var. Sürücü təcrübəsizliyi, etinasızlığı olur. Bəzən piyadalar əməl eləmir. Qəflətən baş verən bəzi hallarda hadisə baş verir, onu düşündükcə heç yerə alınmır ki, necə oldu bu baş verdi. Ümumiyyətlə piyadalar daha çox məsuliyyət daşımalıdır, nəinki sürücü. Çünki yolda hər şeyə baxıb keçməlidir, lazım olan yerdən keçməlidir. Amma sürücü təcrübəsizliyi, etinasızlığı da bəzi hallarda çox olur. Axşam vaxtları lazım olmayan sürətlə şəhərin mərkəzində sıxlıqda keçən görmüşəm. O əlbəttə gedib qəza törədir. Bu hallar biz şahid oluruq. Ümumiyyətlə qorxulu hallardır belə. Buna görə bir çox hallar var. Avtobus nəqliyyatından istifadə edərkən ümumiyyətlə narazı qaldığım anlar çox az olubdu. Çox az. Ümumiyyətlə belə bir özüm tərəfindən onlara qarşı narazılıq yaranmayıbdı. Pis deyil və nəzərə alsaq ki, uzun illər belə bir hal olmuyor. Bu bir neçə ildir ki, bu cür hal baş verir və yeni avtobusların gətirilməsi, yeni talon sisteminə keçirilməsi, bütün bunlar
hamısı təzə-təzədir. Güman eləyirəm bəzi hallar olur, eşidirik biz xəbərlərdə. Sərnişin sürücü nasazlığı, rahatsızlığı ya bir-biri ilə davaya da çıxan. Güman eləyirəm o hallar keçəcək. Amma ümumiyyətlə götürsəm pis deyil. Əlbəttə ki, baxır indi sürücüyə də hər yerdə bir əsasən rayonda, şəhərdə təbii ki, fərqlidir. Hər yanda məsəl üçün yol hərəkət qaydalarını riayət etmək hər sürücüyə, yəni necə deyim, hər sürücüyə o şamil olunmur. Çünki bəzi sürücülər yol hərəkət qaydalarını ciddi əməl edir, bəziləri də yox. Elə də ki, bu piyadalar, piyada keçidlərində piyadaların da nəzarəti lazımdır. Piyadalar da özünü gözləməlidir. Şoferlər, tək şoferlərdən asılı deyil. Gərək keçidlərdə piyadalar da yəni keçidlərdən diqqətli olsunlar. İşıqforların yanmağını gözləsinlər. Hamısı diqqət tələb edir. Tək şoferlik deyil. Xeyr. Həyatda özlərini nə cür aparırlar, yolda da elədirlər. Eyni cür. Yəni qaydalara çox vaxt riayət eləmirlər. Amma əvvələ nisbətən yaxşılıq var, yəni ki, yaxşı tendensiyalar vardır. Son dövrlər qəzaların sayı artıb şəhərdə, bilirik hamımız. Sizcə buna səbəb piyadalardır, yoxsa sürücülərdir? Hansının məsuliyyətsizliyi daha çoxdur? Hər iki tərəfin məsuliyyətsizliyi. Əgər maşınlar bir-biri ilə toqquşursa, təbii ki, sürücülərin məsuliyyətidir. Əgər eşofadı piyadanı əgər vururlarsa, orada yarı-yarı çox vaxt piyadalar fikirli olur. Həyatın çətinliyi, ətraf mühit, yedikləri, içdikləri, hamısının təsiri var da insana da. Yəni ki, orada belə baxanda hər piyadaların da, sürücülərin də günahı demək olar ki, eyni proporsiyadadır. Adam da gedir, görürsən yol vermir, əsəbləşir. Maşın siqnal, o ona siqnal, bu bunu siqnal, o ona siqnal. Mən özüm maşın sürmüşəm vaxtında, şəhər bomboş idi. İndi mən maşın sürə bilmərəm şəhərdə. Kim ölmək istəyirsə gəlsin Azərbaycanda maşın sürsün. Xəstəlik də, promo xəstəlik. Hamısı bu insan, hamısı həkimlərdə, polisalarda olacaq, xəstəxanalarda olacaq. Bütün şoferlər deyə bilər, hamısı. Bu zülümdür də, zülümdür. Bir attım. Mən sonra düşüb ayağla gedirəm. Görürəm maşından tez mən gedirəm, ayağla gedirəm. Ondan tez gibi çatırım. Böyle maşın. Dünən yağışlı gün idi. Nə gün idi o? Nə gün idi? Svetofor işləmir yaşamalıda. Maşınlar profet şu aləm qarşıdır. O onu söyür, bu bunu söyür, o onu söyür. Vəhşiləşirlər öyle. Satıcı nədir o? Otururlar, avtobus oturur. O deyir qapını tez açsınlar. Deyir aça bilmərəm də. Mən qapını açsam 100 manat cəriməsi var. Astronof olmayan yerdə açsam deyir açmalısan. Heç nədən başlanır davaya. Sen burada qapını mənə açmalısan. Deyə bana olmaz da bu 2 yaşda 100 manat cərimə neçə verməz. Bu şeylər də başa düşmədilər də. Dayanacaqda maşın saxlamasa o 100 manat cərimədir. Nə mindirə bilər, nə düşürdə bilər. Sürücü də ola bilər, piyada da ola bilər də. Əsas bu motosikletlər var, skuterlər, reski çıxırlar, şoferlər. Görür adam avtobusda gəzirəm. Ən çox da təhlükəli olay yaradırlar. Lazımsız yerdə bir də çıxdı onun qabağına. Görsən bir də olar. Cəmaatda insanlar da var ki, maşın gəlir üstünə tərpənmir. Qoy gözləsin mən onu heç gözləməliyim. Da bilmir ki, sabah onu bir dənə falan yeri keçsə elə maşının səndə sənəcə məhv olarsan. Avtobusun yeri yanından keçsə kimi. Hələ deyməyi lazımdır. Ona ehtiyatlı olmalı hamısı. Avtobuslar basa-bas binirsən, açan basırsan. Öyle cəmaatda belə şey var, bir-birinə acıqlı. Demək lazım ki, tez ol da, keç də qabağa. Əsəbləşdirirsən də dayanmışam. Onu elə deməzlər. Zəhmət olmasa biraz qabağa keçə bilərsən. Biraz mədəni davranmaq lazımdır. İnsanlar bir-birləri ilə də. Bu zəhmət olmasa sözü nə ağır sözdür. Məsələn mən heç vaxt maşın almaram, maşın sürmərəm ki. 12 yaşında maşın sürmüşəm. İndi mən sürmərəm heç vaxt. Mən yaşamaq istəyirəm. Səbirsiz davranma halları olur. Bu tərəfdən biraz narazıyam. Özüm də maşın sürəcəm, amma mən çalışıram maksimum səbirli davranım. Məsəl sarı işıq yanır, qırmızı
yanmalıdır indi, amma o sarı işıqda biraz 30 saniyə tez qabağa düşüm deyib sürmək istəyir. Yəni bir tərəfdən cərimə də alır, digər tərəfdən də qəza hallarının yaranmasına şərait yaradır. Ya da piyada keçmək istəyirsə ona bir maneçilik törətmiş kimi olur. Qəzaların baş vermə səbəbini kimlərdə görürsüz? Sürücülərdə yoxsa piyadalarda? Hər iki tərəfdə görürəm. Yəni əsasən mən düşünürəm ki, sürücülərin səbirsiz davranma hallarına görə olur. Yəni belə bir şey deyək də, piyada hər bir halda, yəni maşınsızdır. Ona düşünürəm ki, güzəştə getmək lazımdır və səbirli davranmaq lazımdır. Gözləmək lazımdır. Yəni o keçdiyi zaman, o gəzdiyi zaman, getdiyi zaman nəzərə almaq lazımdır bunu. Almadığımız zaman da təbii ki, qəza halı yarana bilər, yəni baş verə bilər. Buna görə yenə də çox tərəfini, yəni sürücülərdə görürəm açıq. Bəzi sürücülər var ki, həqiqətən piyada keçidində köməklik eləyirlər, dayanırlar, amma bəziləri var ki, yox, yəni çox kobud səs şəkildə, hətta siqnal belə vururlar ki, tez keçin yolu. Yəni adətən biz uşaqlı oluruq, uşaqlı körpələrlə gedirik. Yəni çox vaxt yəni bəziləri eləyir, amma yaxşılar da var, hamısını demək olmaz. Şəhərdə çoxlu son vaxtlar qəzaların sayı artıb. Sizcə buna səbəb piyadalardır yoxsa sürücülər? Mən düşünərdim hər ikisinin səhvi var. Çünki elə yer var ki, yeraltı keçiddən keçilməliyik, amma yerüstü keçidlərdən istifadə edirik. Keçid də demək, yolun ortası ilə və ona görə də burada mən sürücüləri qınaya bilmərəm. Yəni sürətli yollarda biz keçə bilmərik. Amma çoxumuz istifadə edirik təəssüf ki və bu halda da Piyadaların məsuliyyətsizliyidir də. bəli, var. Piyadaların da var. Amma bəzi yerlərdə də ki, sürücülər öz sürət həddini tarazlamalıdırlar, ancaq eləmirlər. Təəssüf ki, ona görə də orada da qəzalar baş verir. Yəni konkret olaraq bir tərəfə yükləmək olmaz, çünki hər iki tərəfin də səhvi var. Çox sağ olun, minnətdaram. Buyurun. Sağ olun. Sağ olun.